Necə qəşəng hava var. Başlayaq. Başlamışıq. Salam, hər vaxtınız xeyir olsun, dəyərli izləyicilərim, xoş gördük hər kəsi. Bugün sizlər üçün Mərdəkanda 4 sotun içində möhtəşəm bir ev təqdim edəcəm. Sözün əsl mənasında. Mən girdim içəriyə, baxdım. Çox gözəldir. İnşallah mən bəyəndim, sizlər də bəyənərsiniz. Allah olmayanlara, arzusunda olanlara, kirayədə yaşayanlara bax belə gözəl evlər nəsib eləsin. Bundan daha gözəllərini. Jaruz mən açılan qapısı, ilk öncə yerini deyim. Mərdəkanda Merlin Gözəllik Salonu var. Düz Merlin Gözəllik Salonunun yanında. Yolu asfaltdır. Küçəyə əsas yola yaxındır. Əziyyət çəkməyəcəksiniz. Market yanında, Moyka yanında, hər şey var maşallah. Nə istəsəz yaxınlıqdadır. Burada manqalı, üzürlü sayın. Burada söhbətgahı, 25 kvadrat metrlik bir söhbətgahı var. Stol stulu qoyulub, televizoru hazır, yeri isti döşəməli. Kiçik bir mətbəxi var. Məncə bu mətbəx də bura kifayət qədər bəs eləyir. Burada yanında sanitar qovşağı, duşu, bir dənə kombi qoyulacaq orada. Ev sahibi dedi ki, inşallah onu da evi satanda hədiyyə eləyərik. Gördüyünüz kimi 8 metr uzunluğunda, 4 metr yarım enində, 1,60 dərinliyində isti hovuzu, bəli, düzgün eşitdiniz, isti hovuzu var. Baş tərəfdə hovuzun filtr sistemi yığılıb, yanında 10 tonluq su ambarı var. Evin ətrafını tam dövr eləmək olur. Tam dövr eləyib keçmək olur. Sadəcə hava qaranlıq olduğu üçün biz keçməyəcəyik. Yaşıllığı var, maşın saxlamaq üçün kifayət qədər yeri var. Vallahi deyirsiniz, yaşıllığı bol olsun, yaşıllığı çox olsun. Alandan sonra vallahi baxa bilmirlər. Bağban da tutursan, o da biraz bəzən yaxşı çıxmayanda sizi yorur. Ən yaxşısı Xudmani kompaktlı evdir. Kvadrat da 180 kvadratdır. Qiyməti də sonda deyəcəm, məncə münasibdir. Təbii ki, start qiymət deyəcəm, ya Allah. Gəlin bir yerdə bu gözəlliklə tanış olaq. Girən kimi sol tərəfdə belə bir dolabı var. Paltarlarınızı çıxardıb rahatlıqla qoya bilərsiniz. Hətta açın içinə də baxaq. İşıqlı, geniş, ürək açan. 2 metr yarım enində belə bir geniş koridoru. Sol tərəfdə, gəl, mənim ən sevdiyim rəng tonudur bu. Su yaşılı. Gör nə qəşəng dizayn olunub. Gördüyünüz kimi, bax, 4 dənə kamerası qoyulub. Hər bir tərəfdə kamerası hazırdır, quraşdırılıb. Kondisionerlərin xəttləri atılıb, yuxarıda görürsünüz qaraj şitlərini. Onlar da yəni hazırdır. Siz bir dənə kondisioner gətirirsiniz, ustalar özləri quraşdırırlar. Bu pəncərədən yaşıllığa baxmaq olur. İstəyir, açın yoxsa yox? Qaranlıqdır, gəl gedək. Dizayn mükəmməl, əllərinizə sağlıq, gözəl bir dizayn vermişsiniz. 2,20 hündürlüyündə qapıları. Mətbəximiz 30 kvadratlıq bir mətbəxdir. Mən deyərdim ki, gözəldir. Yəni, gözələ gözəl deyərlər. Bütün avadanlıqlar qoyulub. Mətbəxdən bayra çıxışı var. Terası var, orada da əyləşə bilərsiniz. Stol qoya bilərsiniz. Burada görürsünüz mikrovolnovkası, sobası hazır. Burada soyuducusu hazır. Gördüyünüz kimi qabyanı hazır. Bir dənə şəxsi əşyalarınızı götürüb inşallah köçürsünüz bu evə. Sağ tərəfdə geniş bir sanitar qovşağı, ümumi sanitar qovşağı, qəşəng dizayn olunub. Əllərinə sağlıq ev sahibinin. Allah olmayanlara nəsib eləsin. Gəl indi bir-bir yataq otaqlarıyla tanış olaq. Evdə ümumilikdə 3 dənə yataq otağı var. 25 kvadratlıq bir yataq otağı. Yataq dəsti qoyulub. Burada dolabı qoyulub. Xalçanı tapdalamayaq. Burada dolabı hazır. Televizor da hazır. Tavan da qəşəng. Əla. Gəl davam edək. Bir dənə bu yataq otağında mebeli yoxdur. Bunu da nəyə görə? Ev sahibi dedi ki, saxlamışam. Birdən birinin oğlan uşağı olar, birinin qız uşağı olar. Özü mebelini seçər.
Bu da 20 kvadratlıq bir yataq otağıdır və ən böyük yataq otağı, valideyn otağı dediyimiz 25 kvadratlıq bir yataq otağı. Yenə də burada dolabı, burada xanımların duxularını yığan nə makyaj, nə deyirlər ona, onu da bilmirəm. Burada dolabı, kravatı hazır, televizoru burada hazır. Burada da evin sanitar qovşağı, bu yataq otağının sanitar qovşağı, hətta feni də hazırdır divarda, bilmirəm göstərə biləcəksən ya yox. Əla. Gəl sağollaşaq. Gəldik bir videomuzun daha sonuna. Bir şey qeyd eləmək istəyirəm. Bu evin bir dənəsi var idi. Biz çəkilişə getdik. 3 gün sonra bu ev satıldı. Yəni bunun oxşarı satıldı. Yenidən bunun oxşarı çıxdı bazara. Həmən vaxtı da bu ev də tikilirdi onunla bərabər. Məncə mükəmməl bir evdir. Əla bir fürsətdir. Qaçırtmağa dəyməz. Qaçırtmayın bu fürsəti. Zəng eləyin, gəlin yaxından tanış olun. Baxın, ürəyinizdə olarsa qiymətdə də inşallah razılaşarıq. 380.000 manat start qiymətdir. Endirim olunacaq. Qazı, kupçası hər bir sənədi hazırdır. Tam ipotekaya yararlıdır. Əsas odur ki, pul. Allah hamınıza ruzu bərəkət yetirsin. Ən vacibi, valla hər zaman deyirəm, dəmdəstgahlı evin olmağı ilə deyil. O evdəki xoşbəxtliyi yoxdursa, o evdə yaşamağa dəyməz. Əsas mən hamınıza xoşbəxt olmağı arzulayıram. Sağ olun, özünüzdən müğayət olun. İnşallah görüşərik.